Prezident administrasiyasının sabiq rəhbəri, hazırda həbsdə olan Ramiz Mehdiyevin dəbdəbəli villalardan biri Qəbələ rayonunda yerləşir. Stat Info sözü gedən ərazidən lentə alınmış görüntüləri paylaşıb. İndi hörmətli rejissorumuz o görüntüləri verin. Güllə keçməz. Bəli, səsini də ver onun. Yenidən ver. Əziz dostlar, güllə Ətrafında keçməz. isə sabiq məmurlara məxsus bir neçə villa var. Ətrafı hündür ağaclarla o qədər sıx örülüb ki, kənardan aydın görüntüsünü əldə etməkdə çətinlik çəkdik. Villaya getmək üçün nəzarət postu qoyulub. Həmin postdan yalnız Mehdiyevin ailə üzvləri və villada çalışan işçilər keçə bilər. Elə yol yoxdur. Aydın məsələdir ki, icazə alıb içəri keçməmiz mümkünsüz olduğundan dolayı yolla postdan keçib villanın hündür hasarlarını çəkməyə nail olduq. Təqribən 200 metr irəliyib dağın ətəyi ilə yuxarı qalxdıq. Hündürlüyü 5-6 metr olan daş hasarlardan villanın harda yerləşdiyini görmək mümkünsüzdür. Girişdə 2 nəhəng darvaza var. Villanın əsas girişindən əlavə 4 avtomobil boksu da var. Görünür, Ramiz Mehdiyevin bu villası əvvəllər qonaqlı qaralı olurmuş. Aldığımız məlumata görə Ramiz Mehdiyev sonuncu dəfə ötən il istirahətə gəlib. Bu il yalnız qızı və kürəkəni gəlib. Vaxtilə Mehdiyevin bu villasında tez-tez görüşlər, ziyafətlər təşkil olunmuş. Hazırda villada xadimələr, mühafizəçilər və digər xidmətçilər var. Ərazidə olduğumuz zaman öyrəndik ki, Ramiz Mehdiyevin villası 5 hektardan çox ərazini əhatə edir. Təqribən villanın 6-7 milyon qiyməti var. Pəncərələri güllə keçirməzdir. Zirzəmisinin dərinliyi 10 metrə qədərdir. Məlumata görə villa dağın ən ucqar nöqtəsindən belə mühafizə olunur. Villanın tikintisi üçün xüsusi olaraq Avropadan tikinti mütəxəssisləri gətirilib. Villanın arxa tərəfi birbaşa meşəyə açılır. Bu səbəbdən də meşəyə qalxmaq üçün olan yol dəmir şlaqbaumla bağlanıb. Buradan da bağlayıblar, fikir verirsə. Buradan icazə yoxdur, yəni o tərəfə getməyə artıq. Buranı bağlayıblar, yəni özəlləşdirilibdir. 5 mərtəbədən ibarət villa meşənin dərinliyinə doğru inşa olunduğundan hasardan görünmür. Qəbələ sakinləri arasında bu məşhur villanı tanımayan çətin tapılar. Stat Info'nun yaydığı Ramiz Mehdiyevin güllə batmaz villası. Villa o qədər nəhəng villadır ki, Avropadan, xaricdən mütəxəssis gətirirlər. Bəlkə də çoxları istəyir ki, orada fəhlə işləsin. Ən azından o fəhlələr də özləri seçirlər olar. Bizi Qəbələdən izləyən varmı? Yəni bu villa haqqında məlumatı olanlar varmı? Əvvəllər görmüşdünüzmü Ramiz Mehdiyev hakimiyyəti dövründə, prezident aparatında qılıncının dalı qabağı kəsən vaxtlarda görmüşdünüzmü bu villanı? Görün, nə qədər pul xərcləyiblər. Meşənin, dağın, bağrın dəlib özlərinə villa tikirlər. Bu qədər pul. Hələ bu villanın saxlanılması üçün Allah bilir nə qədər maraqlıdır. Dəyərli dostlar, elə indi bir xəbər yayıldı saytlarda. Demək, Fəzail Ağamalı ilə bağlı. Fəzail Ağamalının gizli saxladığı nəvələri, adları məlum oldu. Demək, Oxu24.com bir məlumat paylaşıb. Fəzail Ağamalı. Fəzail Ağamalının gizli saxladığı nəvələri, adları məlum oldu. Bundan öncə Ana Vətən Partiyasının sədri, keçmiş deputat Fəzail Ağamalının nikahdan kənar oğlu olması barədə məlumat vermişdik. Qeyd olunan xəbərdən sonra Fəzail Ağamalı hazırda oğlu ilə əlaqəsinin olmadığını bildirmişdi.
Oxu 24 xəbər verir ki, Fəzail Ağamalının hər kəsdən gizli saxladığı İlqar Ağamalının hazırda Almaniyada yaşadığı və 2 oğul övladının olduğu üzə çıxıb. Mənbənin verdiyi məlumata görə İlqar Ağamalı övladının birinə atasının adını verib, digər oğlunun adı isə Borisdir. TT Post A saytının isə yazdığına görə Fəzail Ağamalının qeyri-rəsmi əlaqəsi olan həmin qadının adı İradır. O, Elmlər Akademiyasında çalışırmış. Sayt yazır ki, ailə hazırda Almaniyanın Hamburg şəhərində yaşayır. Fəzail Ağamalının Rus xanımla evlilikdən olan nəvələri 12 və 14 yaşındadır. Yeri gəlmişkən, əziz dostlar, Fəzail Ağamalı ilə bağlı dünən oğlunun açıqlamasını diqqətinizə çatdırdım. Fəzail Ağamalının partiya mövzusu ilə bağlı deyir ki, özü partiyaya rəhbərlik edəcək. Yenidən Ramiz Mehdiyevlə bağlı bir xəbər gəldi. Dostlar, Mehdiyevin oğlu haqda yeni xəbər hər gün saat 9:00-da. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra ardıcıl olaraq onun həyat yoldaşı, qızı və gəlini tutduqları vəzifədən azad olundular. Akademikin Fövqəladə Hallar Nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin də karyerası ilə vidalaşacağına dair yayılan xəbərlər öz təsdiqini tapmır. Mətbuat xəbər verir ki, atasının həbs edilməsinə, ailə üzvlərinin vəzifədən çıxarılmasına baxmayaraq oğul Mehdiyevin iş qrafikində heç bir dəyişiklik baş verməyib. Bu hər gün səhər 9-da işdə olur. Bəzən axşam 20:00, hətta 21:00 kimi vəzifəsinin icrasını davam etdirir. Digər müavinlər kimi Teymur Mehdiyev də nazir evə getməyənədək iş yerini tərk etmir. Məlumatlı şəxs oğul Mehdiyevin işdən çıxarılıb çıxarılmayacağına dair nazirlikdə hər hansı müzakirələr aparılmadığını bildirib. Hər kəs bilir ki, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətinə daxildir. Qeyd edək ki, general-mayor Teymur Mehdiyev 25 iyun 1975-ci ildə Gürcistan Respublikasının Stoxholm şəhərində anadan olub. Bu, Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir, ailəlidir, 2 övladı var. Davam edirəm. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar hər hansı bir dəfə bəyənmə işarəsi verin dostlar.